Salam hörmətli izləyicilər, zəhmət olmasa bu videonu bəyənin. Hüquqi yardıma ehtiyacı olanlar və obyekt sahibləri bu məlumatdan xəbər olsunlar. İki məlumat deyəcəm, hörmətli izləyicilər. Biri obyekt sahibləri üçün, biri hüquqi yardıma ehtiyacı olan vətəndaşlar üçün. Zəhmət olmasa dediyim kimi bəyənin. Bəyənin keçən mövzuya. Mən hüquqşünas Zaur Seyidzadə artıq noyabrın əvvəlindən az təminatlı ailələr üçün hüquqi yardım göstərməyə yer açacaq. Eyni zamanda həmin yerdə əyri dostlarımın əl işi satılacaq. Mən özüm əyri şəxsi olduğuma görə, əyri arabasında olduğuma görə əyri dostlarım üçün də belə bir şey edirəm. Dəstək olmaq istəyirəm. Siz də dəstəyinizi edə bilərsiniz ki, videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Hörmətli izləyicilər. Və keçdiyim digər mövzuya, obyekt sahiblərinə bağlı. Ötən il cənab prezident sərəncam vermişdi ki, yəni səhərsiz tikilmiş qeyri-yaşayış sahələri, yəni obyektlər rəsmiləşdirə bilər. Bunun üçün də Fövqəladə Hallar Nazirliyinə və digər idarəyə müraciət etməlidir. Hörmətli izləyicilər. Artıq onun müddəti yanvar ayının 1-dən bitir. 26-cı ildən. Bu yəni günlərə aiddir və necə olacaq? İndi mən video qoyacağım. Bu zona verişində səsləndirib bir yerdə qulaq asaq, hörmətli izləyicilər. Bir dəqiqə mən qoyuram. Dinləyə bilgidir. Təyinatlı bəzi tikinti obyektləri. Ötən ilin sonunda dövlət başçısı qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda dəyişiklik etmişdi. Bu obyektlərin sənədləşdirilməsi ilə bağlı müddət də uzadılmışdır. Artıq verilən vaxt bu ilin sonunda başa çatır. Sənədsiz qeyri-yaşayış obyektlərinin sahibləri bu fürsətdən yararlanmaq üçün tələsməlidirlər. Bəs söhbət hansı tikililərdən gedir? Onların istismarına icazə almaq üçün şərtlər nədir? Diqqətlə baxın, indi qeyd edəcəklər. Hörmətli izləyicilər. Diqqətlə baxın. Əmlak məsələləri Dövlət Xidməti suallarımıza aydınlıq gətirib. Ötən ilin sonunda qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sənədləşdirilməsi ilə bağlı sahibkarlara güzəşt edilərək müddət uzadılmışdı. Verilən vaxt isə bu ilin sonu başa çatır. Bəs hansı tikililərdən söhbət gedir? Şərtlər nələrdir? Şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmamaqla inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektləri əhatə edir. Hazırda bu cür obyektlər üzrə sənədlərin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən davam etdirilir. Lakin sözü gedən müddət 1 yanvar 2026-cı il tarixində başa çatacaqdır. Yəni, qeyd olunmuş obyektlər üzrə müraciətlər həmin tarixdən sonra qəbul olunmayacaqdır. Bu səbəbdən bu cür obyekt sahiblərinə 2026-cı ilin 1 yanvar tarixinədək tələb olunan sənədlərlə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət etmək və mövcud imkandan yararlanmaq tövsiyə olunur. Mehdi Səmədov bildirir ki, sənədləşdirmə həmin obyektlərin gələcəkdə qanun çərçivəsində istismarının təmin edilməsi baxımından önəmlidir. Obyektlərə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və daşınmaz əmlak bazarının canlanmasına xüsusi önəm verəcəkdir və geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlaklarını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə biləcəklər. Əmlak məsələləri üzrə mütəxəssislər də sahibkarlara fürsətdən yararlanaraq əmlaklarını sənədləşdirmələrinə məsləhət görürlər. Ekspert Elnur Azadov deyir ki, bu proses gələcəkdə yarana biləcək küllü miqdarda qanunsuz tikililərin qarşısını alır. Son 20 il, 25 il ərzində əsrə gəlmiş bu kimi əmlakların legallaşması, onların mülkiyyətinin tanınması iş adamları üçün önəmli məsələdir. Gələcəkdə bu kimi mülkiyyətlər tanınacaq, bunların sığorta öhdəlikləri yaranacaq eyni zamanda. Vətəndaşlar artıq sahəyə görə öz əmlak vergilərini ödəyə biləcəklər sahibkarlar. Eyni zamanda onların ölkədə sağlam iş mühitinin yaradılması istiqamətində müsbət bir mühit yaranacaq.
Qeyd edək ki, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanın icrasına başlanıldığı dövrdən bu günədək 19 minə yaxın müraciət daxil olub. İstismara qəbul olunmuş təxminən 5000 obyektin 3931-nə dövlət reyestrindən çıxarış verilib. Şəkərnaz Şahaliyeva, Amil Əliyev, Teymur Hüseynov, İqtisadi Son. Demək, hörmətli icazə, izlədiyi videoda qulaq asdı. Bəli, vaxtda az qalıb, gedin səhətlərinizi verin. Nəsə bir sual yaransa, buyurun, müraciət edin, kömək edək. Hörmətli icazə. Və bir məsələyə toxunmaq istəyər. Həmin bu sənədləşdi, mən kimsə öz həyətində obyekt tikibsə, orada aiddir, hörmətli icazə. Nəzərə alın. Əsas məsələdən biri budur. Və yaxud da evinizə artırmışsınızsa, obyekt eləmişsizsə, orada aiddir, hörmətli icazə. Sonunda bir daha xatırladıram ki, mən hüquqşünas Zaur Seyidzadə noyabrın əvvəlindən yerləşirəm həmin yerdə hüquqi yardım göstərəcəyik. Eyni zamanda özün arabasında olduğuma görə əri dostlarımın əyişdə satılacaq olan ayrı üzvlərinin hazırladığı məhsul satılacaq. Dəstək üçün zəhmət olmasa bu videonu bəyənin, daha çox şəxsin xəbəri olsun, zəhmət olmasa. Hörmətli icazə. Əsas məsələdən biridir. Əgər imkanınız yoxdursa maddi cəhətdə dəstək olmalı. Heç olmasa videonu bəyənməklə, abunə olmaqla dəstək ol. Niyə mən bunu hər dəfə deyəm? Ona görə ki, deyilənə görə, YouTube qaydalarına görə YouTube mənə ödəniş eləməlidir. Mən başa düşürəm, sizin də imkanınız yoxdur. Heç olmasa sizin imkanınız yoxdursa, hörmətli icazə. Belə bir fürsətdən hamımız yararlanaq. Mənim əgər maddi imkanım olsa, yəni YouTube mənə ödəniş eləsə, mən daha çox sizə kömək edərəm. İstər ərizələrin yazılmasında, istər hüquq məsləhətinin verilməsində və digər məsələdə, yəni hüquqşünas kimi nə əlinə gəlsə edərəm, hörmətli icazə. Nəzərə alın. Ona görə sizin köməyiniz mənə daha vacibdir. Bilirsiniz, problem nədədir, hörmətli icazə? Mən şəxsən Zaur Seyidzadə 1600-dən yuxarı video hazır etmişəm şokla videoda. İnsanları marifləndirəm. Amma cəmi mənim 5500 abunə var. Amma hansı narkoman çəkib göstərir və 700 min, 800 min abunə var. Bir abısırdır. Biz nə edək, hörmətli icazə? Narkomanlara dəstək var, yoxsa əlillərə dəstək var? Başa düşürəm, onlara dəstək olmaq lazımdır. Amma əlillərə dəstək olmaq lazımdır. Niyə bu belə gelir? Mən özün əlillərsini bir yer asıram. Orada əl işlən satsınlar. Bir-birinə dəstək olsunlar, hüquqi yardım alsınlar. Bunu bəyənən yoxdur, hörmətli icazə. Amma hansısa narkomanı tez bəyənər. Bir abısırdır. Sözün bitdiyi yerdir, hörmətli icazə. Gəlin əlillərə dəstək ol, hörmətli icazə. Mən bir daha deyəm, mən hüquqşünas kimi məsləhət verməklə, ərizə yazmayla, yəni ki, sonra əlillərə dediyim kimi noyabrın əvvəlində yer açsan ki, əyişdən, ayrı üzvləri hazırladığı məhsulları sata bilsinlər. Yəni, bacardığım budur. Amma sizin bacardığınız bir də bəyənmədir. Zəmin 5 saniyə vaxt gelir. Bəyənmə, abunə. İkisi bir yerdə qoy geçsin 10 saniyə. 10 saniyə, yəni çoxdur hörmətli icazə. Bəyənmə etməyə, abunə etməyə. Sizdən pul gedmir. Heç olmasa bunu edək. Əgər kiminsə imkanı olsa, istəsə iyanə etsin, yardım etsin, kart nümunəsini edə bilər. Eyni zamanda qeyd olunan telefon nümunəsinə hüquqi məsləhət də ala bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır, hörmətli icazə. Ərizələrin yazılması noyabr ayının sonuna qədər 30 manatdır. Nəzərə alın. Bir də kiminlə sual varsa qarşıya WhatsApp səsini göndərin. Bir də görən telefonu açsa bilmirəm, başqa yerdə olar. Siz sualınızı səsini göndərin, mən 24 saat ərzində sizə dönüş edəcəm. Hörmətli icazə, mütləq qaydada. Zəhmət olmasa. Diqqətinizə görə sağ olun. Sağ olun, hörmətli icazə.